Salam əziz şagirdlər, mən Hilal kursları Riyaziyyat müəlliməsi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi 7-ci mövzu sınavının 4-cü siniflər üzrə olan 25 sualının riyaziyyat fənnindən izahını verəcəm. Deməli, 51-ci sual. Şərtdə deyilir ki, eyni həcmli, bunun həcmini tapanda enini, uzunluğunu, hündürlüyünü bir-birinə vururuq. Həcmləri eynidirsə, deməli birinci qutuda n vur uzunluq bərabərdir ikinci qutudakı n vur uzunluq vur hündürlüyü. Çünki deyir ki, həcmlər bərabər. Onda sol tərəfi hesablasaq 180, sağ tərəfi hesablasaq 90 vurulsun ulduz. 90-ı nəyə vursaq 180 olur. 180-i 90-a bölürük ulduz. Doğru cavab C variantı. 52-ci sual. Şərtdə deyilir ki, aşağıdakılardan hansı 17-də birdir? Baxırıq ki, bütün variantlarda kəsirlərin sürəti 1-dir, yəni bərabərdir. Sürətləri bərabər olan kəsirlər. Məxrəci böyük olan kəsir daha kiçikdir. Deməli, bizə məxrəci 17-dən böyük olan kəsir lazımdır. Məxrəci 17-dən böyük olanda C var. Doğru cavab C. 53-cü sualda şərtdə deyilir ki, tərəzi tarazlıq vəziyyətindədir. Tarazlıq vəziyyətindədirsə, sol tərəfdəki ədədlərin cəmi bərabərdir sağ tərəfdəki ədədlərin cəmi. Sağ tərəfdəki ədədləri toplasaq, alınır 5,75. Bu da bərabərdir sağ tərəfdəki ədədlərin cəminə. Onda məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Alınır ki, sualın yerində 2,27-dir. Bu cavab A. 54-cü sual. Deməli, burada zaman vahidləri onları cəmləməliyik. Cəmləyək. 4 saat üstəgəl 2 saat bərabərdir 6 saat 20 saniyə üzərinə gəlirik 3648. Alınır 3068 saniyə. 3668 saniyənin içərisində 3600 saniyə özü bərabərdir 1 saata. Qalır 60. 6 saatla buradakı 1 saatı cəmləsək, alınır 7 saat 68 saniyə. 68 saniyənin içərisində 60 saniyə 1 dəqiqəyə bərabərdir. Qalır 8 saniyə. Deməli, 7 saat 1 dəqiqə saniyə. Doğru cavab 7 saat 1 dəqiqə 8 saniyə. B variantı. 55-ci sual. Bir sutka 24 saat. Şərtdə deyilir ki, Orxan sutkanın 12-də 7-sini yatır. Onda 24 saatın 12-də 7-si olur 14 saat yatır. Əgər 24 saatın 14 saatını yatırsa, neçə saatını oyaq qalır? 24-dən 14 çıxırıq, 10 saat oyaq qalır. Doğru cavab D. 56-cı sual. Bir həftənin 7-də 2 hissəsi 168 saatdır. 48 saat. Bir həftə 168 saatdır. 7-də 2-si deyirsə, bölürük 7-yə 21, vururuq 2-yə 48. 21 yox, daha doğrusu 24. 24-ü 2-yə vururuq 48 saat. Deməli, 1 doğrudur. 2-yə. 105 saat bir həftənin 8-də 5-idir. Bir həftə bayaq dedik ki, 168 saat. 168-i 8-ə bölürük. 21, 5-ə vururuq 105. Yəni, doğrudan da 105 saat bir həftənin 8-də doğrudur. Keçək 3-ə. 5 ay, 3 il, 9 ay. 1 il 12 aydır. Onda 3 il, 3 vur 12. Nə də yanındakı 9 ay olacaq 45 ay. Yəni 3 doğrudur. 4-cü. 24 dəqiqə 1 saatın 5 dərəcədir. 1 saat 60 dəqiqədir. 60 dəqiqəni 5-ə bölsək 12, 12-ni də 3-ə vursaq 36. Amma burada yazılıb 24. Deməli 4 səhvdir. 5. 8 ay 1 ilin 4də 3-üdür. 1 il 12 ay.
12 ayı bölürük 4-ə, 3, 3-ü vururuq 3-ə, 9 ay. Amma burada yazılıb 8 ay, deməli 5 səhvdir. Soruşur neçəsi doğrudur? Cavab B. 57-də deyir ki, avtomobil yolun yarısını dedikdə 2-yə bölməliyik. Sonra qalan yolun yarısını getdi, yenə 2-yə bölməliyik. Onda bütün yolu elə ədəd götürək ki, sonra yenə 2-yə bölünsün. Bütün yolu 2 vurur, 4 hissə götürür. 4 hissə. Bütün yol 4 hissə. Əvvəl yolun yarısını getdi. Bu əvvəl getdiyi yol. 2 hissəsini getdisə, deməli 2 hissəsi qaldı. Sonra qalan yolun, yəni bu 2 hissənin yolun yenə yarısını getdi. Sonra getdi bu qədər. 2 hissənin yarısı 1 hissə. Sondan axırda 60 kilometr yolu qaldı. Yəni axırda qaldı 60 kilometr. 2 hissənin 1 hissəsini getdi, qaldı 1 hissə 60 kilometr. Onda 1 hissə 60 kilometrdirsə, bütün yol nə qədər? Bütün yol 4 hissədir. 1 hissə 60-dırsa, 4 hissə 4 vur 60, 140 kilometr. Doğru cavab A variantı. 58-ci sualda deyir ki, Uğur 12 30 səhifə. Sonra vərəq dediyi üçün bu səhifələri vərəqə çevirək. Uğur 12 dəqiqəyə 30 səhifə vərəq oxuyur. Səhifəni vərəqə çevirmək üçün 2-yə bölürük. Çünki biz bilirik ki, 2 səhifə 1 vərəqdir. Yəni 2-yə bölsək olur 15 vərəq. Uğur 12 dəqiqəyə 15 vərəq oxuyursa, 60 vərəqi oxuyub bitmək üçün ona nə qədər vaxt lazımdır? Əgər vərəqlərin sayı 4 dəfə artıbsa, onda vaxt da 4 dəfə artmalıdır. 12-ni vururuq 4-ə, 40. Doğru cavab C variantı. 58-də deyilir ki, idmançı 4 dəqiqəyə 800 metr məsafədə. Bəs 12-də 2 saata nə qədər qaçar? Biz 2 saatı dəqiqəyə çevirək, çünki yuxarıda dəqiqədir. Əgər 1 saat 60 dəqiqədirsə, saat 2 vur 60, 120 dəqiqə olur. 120 dəqiqəyə nə qədər qaçar? Əgər vaxt 30 dəfə artıbsa, yol da 30 dəfə artacaq. Eyni sürətlə getdik. 800-ü 30-a vururuq, 24.000 metr. Onu da kilometrə çevirmək üçün 1000-ə bölürük. Olur 24 kilometr. Doğru cavab Y variantı. 60-da deyilir ki, ədəd öz təkliyindən 5 dəfə böyükdür. Onda belə çıxır ki, bu ədəd 5 dəfə böyük dediyinə görə 5-ə bölünən ədəddir. 5-ə bölünən ədədlər necə ədədlərdir? Onda bu ədədin sonu, yəni ki, təkliyi, sonunda təklik dayanır axı. Yəni ki, təkliyi ya 0-dır, ya da 5-dir. İndi əgər təkliyi 0-dırsa, ədədin özünü tapmaq üçün 5 dəfə böyütməliyəm. Vururuq 5-ə, 0. Axı 0 öz təkliyindən 5 dəfə böyük deyil, elə bərabər oldu. Deməli, bizim ədədimiz bu deyil. Təkliyinə 5 desəm, 5 dəfə böyük, 5 dəfə böyütməliyəm, ədəd olur 25. Doğrudan da 25 öz təkliyindən 5 dəfə böyükdür. Deməli, bizim axtardığımız ədəd 25-dir. Mənə deyir rəqəmləri cəmini tap. Rəqəmləri cəmi olacaq 7. Doğru cavab B variantı. 61-ci sualda şərtdə deyir ki, bir düzbucaqlı var. Uzunluğu enindən 2 dəfə çox. Bunda eni x, uzunluğu 2x. Perimetr deyirsə, toplayıb 2-yə vururuq. 2x və gəl x. Vur 2, bərabərdir perimetrə. Perimetr 36. X ilə 1x-i toplasaq, vursaq 6x bərabərdir 36. X-i tapmaq üçün 36-nı 6-ya bölürük. 6. Deməli, bu düzbucaqlının eni 6-dır, uzunluğu isə 2 dəfə çoxdur. 12-dir. Bizdən sahəni tapmağımız tələb olunur.
6 vur 12 bərabərdir 108. Doğru cavab D. 62-ci sual. Kvadratı 2 bərabər düzbucaqlı ayırıblar. Bir kvadrat var, hansı ki perimetri 80-dir. Perimetr 80-dirsə, bir tərəfini tapmaq üçün bölürük 4-ə. Deməli, tərəf oldu 20. İndi deyir 2 bərabər düzbucaqlıya ayırdılar. Biz də onu 2 bərabər düzbucaqlıya ayıraq. Əgər tərəf 20-dirsə, 2 yerə ayırıblarsa, hər bir hissə olacaq 10, 10. Amma digər tərəf elə kvadratın tərəfi də olacaq 20. Deyir, düzbucaqlıların perimetrləri cəmini tapın. Onda bir düzbucaqlının perimetrini tapın. Bir düzbucaqlının perimetri bərabərdir. Eni 10, uzunluğu 20, toplayıb 2-yə vursaq eləyir 60. Perimetrləri cəmi deyirsə, birinin də perimetri 60-dır, o birisinin də perimetri 60-dır. Cəmini tapmalıyıqsa, cəm olacaq 120. Doğru cavab B variantı. 63-cü sual. Şərtdə deyilir ki, hər 5 dəqiqədən bir stansiyaya qatar gəlir. İlk qatar 6 tamamda gəlir. 6:55-də neçənci qatar stansiyaya gəlir? Əvvəlcə 6:55 ilə 6:00 arasındakı zaman fərqini tapın. Aralarında 55 dəqiqənin içərisində 5 dəqiqədən bir neçə zaman arası var? 11 zaman arası var. 11 zaman arası varsa, 11 üstəgəl 1, 12-ci qatar gələcək. Doğru cavab B variantı. 64. 64-də deyilir ki, sutkanın qalan hissəsi keçən hissəsindən 5 dəfə çoxdur. Bir sutka 24 saat. Sutkanın keçən hissəsi indiki vaxtı göstərir. Şərtdə deyilir ki, qalan hissə keçən hissədən 5 dəfə çoxdur. Onda keçən hissə x, qalan hissə 5 dəfə çoxdur x. Toplasaq bütün sutka 24 saat. 1x ilə 5x-i toplayırıq. 6x 24. 24-ü 6-ya bölürük x 4. İndi saat neçədir? İndiki vaxtı x-la çarə eləmişik. Deməli, indi saat 4-dür. Doğru cavab A variantı. 65-ci sualda şərtdə deyilir ki, iki kənd arasındakı yolu sürəti 70 olan maşın 8 saata gedib qayıtdı. Bu deməkdir ki, yolun 2 qatını hesab. Onda biz 70-i sürəti zamana vururuq 500 km. Yolun iki kənd arasındakı yolun 2. Onda yolun özünü tapmaq üçün bölürük. İki kənd arasındakı məsafə 280-dir. Doğru cavab Y variantı. 66-cı sual. Şərtdə deyilir ki, xəstə 20 gün boyunca gündə 5 dəfə olmaqla 1/4 stəkan dərman. Əgər bir stəkan 100 ml-dirsə, bəs 1/4 stəkan neçə millilitr? 200-ün 1/4-ni tapırıq, 50 ml. Deməli, xəstə bir dəfə içəndə 50 ml dərman içir. Bir dəfəyə 50 ml içir. Bəs 5 dəfəyə nə qədər içər? 5 dəfəni tapmaq üçün 250. Bu olur bir gündə içir. Çünki gündə 5 dəfə içir. Bir günə 250 ml. İndi bir günə 250 ml. 20 günə nə qədər içər? 20-ni vururuq 250-yə. Bu eləyir 5000 millilitr. 5000 millilitri də litrə çevirmək üçün minə bölsək, olacaq 5 litr. Doğru cavab D variantı. 67-ci sualda 160 ilə M qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir. Yəni M 160-dır. 160 ilə A qonşu bucaqlardır. İkisi birlikdə açıq bucaq yaradır.
yəni 180-dir. Onda A-nı tapmaq üçün cəmdən 180-dən çıxarıq qonşusunu 160-ı. A da oldu 20 dərəcə. Bizdən M ilə A-nın fərqini istəyir. M 160-dır, A 20-dir, fərqi 100-dür. Doğru cavab A variantı. 68-ci sualda belə bizə tənlik verilib kökündə. Belə fikirləşirik. Onun üzərinə neçə gəlsək, tapmaq üçün 35-dən 10 çıxırıq. 5x çıxılsın 5, bölünsün 2, bərabərdir. 35-dən 10 çıxırıq, 25. İndi neçəni 2-yə bölsək 25 alınır. Tapmaq üçün 25-i 2-yə vururuq. Alınır 5x 5 bərabərdir 50. Neçədən 5 çıxsaq 50 olur. Tapmaq üçün 50-nin üzərinə 5 gəlirik. Olur 55. Buradan da görünür ki, x 55 bölü 5 11'dir. Doğru cavab B variantı. 69-cu sual. Şərtdə deyir ki, 6 yüzlüyü, yəni 6 vur 100. 5 təkliyi, yəni 5 vur 1. Üstə gəl 4 yüzdə 1-i, bəlkə 4 yüzdə 1, yüzdə 1 kimi yazın. Deməli, yüzlüyün yerində 6, onluğun yerində ədəd yoxdur. 5 təkliyin yerində 5. Tam hissə qutardı, keçdi kəsilsin. Sıralayanda əvvəlcə onda birlər mərtəbəsi gəlir və yüzdə 1 sonra mində. Onda birlər mərtəbəsinə heç nə yazılmadığına görə onda birlər mərtəbəsi 0, yüzdə birlər mərtəbəsi 4, mində birlər mərtəbəsi 2. Bu ədəd də oldu 605 tam mində 42. Doğru cavab Y variantı. 70-ci sualda həm 3-ə, həm 5-ə bölünən, heç 15-ə bölünən demək. Rəqəmli ədədlərin sayı 90 dənədir. 90 dənə 2 rəqəmli ədəd içərisində 15-ə bölünən 6 ədəd var. Doğru cavab C variantı. 71-ci sual. Deyir, 7-də 4 hissəsi boş. 7-də 4-ü boşdursa, 7-də 7-dən 7-də 4-ü çıxırıq. Deməli, 7-də 3 hissəsi doludur. Sonra deyir ki, litr yarım süd var. Litr yarım 1 litr və 1 litrin yarısıdır. Onda biz onu millilitrə çevirək ki, toplaya bilək. 1 litr 1000 millilitrdir. Yarım litrdə 1000-in yarısı olacaq. 500 millilitr. Deməli, 7-də 3 hissəsində 1500 millilitr süd var. Deməli, 7-də 3 hissə 1500 millilitr. Nəyin 7-də 3 hissəsi 1500 olar? Bölərəm 3-ə, vurarıq 7-yə. Alınır 3500 millilitr. 3500 millilitr nə deməkdir? 3 litr, 500 millilitr də yarım litr demək. Doğru cavab B. 72-ci sual. 4 saat 15 dəqiqəni 4-ə vurmalıyıq. 4 saatı 4-ə vururuq 16 saat. 15 dəqiqəni 4-ə vururuq 60 dəqiqə. 60 dəqiqə özü 1 saat deməkdir. 16 saat üstə gəl 1 saat bərabərdir 17 saat. Doğru cavab 17. 73-cü sual. Zəhra axşam saat 10-da yatır. Bu saat 12, 6, 3, 9, 10, 11. Səhər də saat 9-da oyanır. Onda axşam 10-da yatan Zəhra gecə saat 12 tamama qədər 1 saat yatmış olur. Gecə 12 tamamdan da səhər 9-a qədər 9 saat yatmış olur. Onda Zəhra cəmi neçə saat yatacaq? 9 üstə gəl 2, 11 saat. Doğru cavab 11. 74-cü sual. Avtomobilin sürəti 63 km/saatdır. Deyir ki, 3 saat 20 dəqiqəyə nə qədər yol gedər? Əvvəla 1 saat 60 dəqiqədir. Onda 20 dəqiqə 60 dəqiqə biridir. Deməli, biz 3 saat
və 1/3 saata gedilən yolu tapmaq. Bir dəfə 63-ü 3-ə vururuq, 3 saata gedilən yolu tapırıq. Bir dəfə 63-ün 1/3-ni tapırıq. Bu olur 1/3 saata, yəni ki, 20 dəqiqəyə gedilən yol. Buyuruq ümumi yolu tapırıq. 189 və gəl 63-ü 3-ə böldüm ki, çünki 20 dəqiqə saatın 1/3. 1/3 saata getdiyi yol 21. Toplayırıq ümumi yol 210. Doğru cavab 210. 75-ci sual. Deməli, sürət vahidlərini birinin diğərinə çevirməliyik. Kilometr saatı metr dəqiqəyə belə çevir. 1 kilometr 1000 metrdir. Vururuq 1000-ə. 84 vur 1000. Bu drop bölmə əməlidir. Böl. 1 saat da 60 dəqiqə olduğu üçün böl 60. Bu da eləyir 84.000 böl 60, 1400 metr böl dəqiqə. 1-ə B. B-ni sildik. Keçdik 2-yə. Burada metr saniyəyə çevirməliyik. 108 kilometri metrə çevirəndə vururuq 1000-ə. Vur 1000. Drop bölmə əməlidir. Böl. Saatı da saniyəyə çevirəndə 1 saat 3600 saniyədir. Bölürük 3600. 2 sıfırı buradan silək. 2 sıfırı buradan. 1080-i 36-ya bölürük. O da eləyir 30. Metr saniyə. 2-yə uyğun gəldi C. C-ni buradan sildik. İndi 3-cü. 3 ilə 2 bir-birinin tərsidir. Birində kilometr saatdan metr saniyə keçirtmişik. İndi metr saniyədən kilometr saat. 2-də nə eləmişdiksə, 3-də onun tərsini eləyəcəyik. Bayaq 1000-ə vurub 3600-ə bölürdük. İndi tərsinə 35-i vuracağıq 3600-ə. Bayaq bölüydü, indi vur. Böləcəyik 1000-ə. Vuranda alınır 126.000. Onu da 1000-ə bölsək, olur 126 kilometr saat. Deməli, 3-ə uyğun gəlir D, D-ni silirik. 1B, 2C, 3D. Cavab.